بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على من لا نبي بعده. Deməli qardaşlar, istərdim inşallah bu dərsi vaxtla bağlı, vaxtın bərəkəti ilə bağlı inşallah bir mövzu ilə başlayım. Belə ki, qarşıma İbnül Qayyim Əl-Cəvziyyə rahimehullahın bu barədə qısa və mənası geniş olan faydalı bir nəsihəti çıxdı qabağıma. Dərd və Dəva kitabında buyurur ki, İmam İbnül Qayyim Əl-Cəvziyyə "El-vaqtu kəs-seyf illəm taqta'hu qata'ak." Qeyd edim ki, bu barədə bu ləfzdə İmam Əşrafi Rahimehullahdan da belə bir söz varid olmuşdur. Deməli, sözün açıqlamasında deyir ki, ey illəm yuşəğgiləl insana vaqtahu bima yenfa'uhu minət-ta'at vəl-ilmi vəl-a'mal-salihə مضى عمره فيما يضره أو لا ينفعه فيكون الوقت حجة عليه لا له وأعظم ما تعمر به الأوقات تلاوة القرآن وحفظه وتعلمه وتعليمه فإن القرآن بركة العمر ونور القلب وسبب رفعة العبد في الدنيا والآخرة فمن شغل وقته مع كتاب الله تلاوة وحفظا ومراجعة وتعليما ربح عمره ونال بركة الوقت والعلم. وقال النبي صلى الله عليه وسلم خيركم من تعلم القرآن وعلمه. Deməli, İbnül Qayyim Əl-Cəvziyyə rahimehullah buyurur ki, vaxt qılınc kimidir. Əgər sən onu kəsməsən, o səni mütləq kəsəcəkdir. Yəni, insan qardaşlar vaxtını faydalı işlərlə dəyərləndirməzsə, vaxt onun əleyhinə çevrilər. Ömür boş işlər, qəflət və peşmançılıq içində keçər. Belə hala düşməkdən də Allah subhanahu teala bizləri qorusun. Ümumiyyətlə, vaxt insanın ən böyük sərvəti və sərmayəsidir. Və xüsusən də indiki belə bir zamanda, belə bir vaxtda ki, hansı ki günlər çox qısalıb, vaxt çox qısalıb. Qabaqki keçmiş illərlə müqayisədə. Yəni ki, indi insan üçün ən dəyərli olan şeylərdən biri də həqiqətən vaxtdır. Yəni, vaxtın ən bərəkətli şəkildə dəyərləndirilməsi isə Quran-Kərimi oxumaq, onu əzbərləmək, onu öyrənmək, başqalarına öyrətməklə ola bilər. Çünki Quran ömrün bərəkəti, qəlbin nuru və insanın dünya və axirətdə ucalmasına səbəbdir. Kim vaxtını Allahın kitabı ilə tilavət, əzbər, hifz, təkrar və təlimi ilə keçirərsə, bilsin ki, ömrünü qazanar və vaxtının bərəkətini də Allahın izni ilə əldə etmiş olar. Allah Resulü sallallahu aleyhi və səlləm də məşhur hədislərin birində buyurur ki, hamımızın əzbər bildiyi, sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəninizdir. Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəninizdir. Və İbnül Qayyim bunu Əd-Dəva və Dərd və Dəva kitabında gətirib. Və Allah subhanahu teala bizləri həqiqətən vaxtını ən gözəl şəkildə dəyərləndirən kimsələrdən eləsin. Allah subhanahu teala bizləri öz kitabını mükəmməl şəkildə öyrənib, tilavət edib, əzbərləyib, onu başqalarına öyrədənlərdən eləsin. Və Allah subhanahu teala'dan istəyirəm ki, bizi qiyamət günü Quran-ı Kərimi əzbərləyib, haqqı ilə oxuyub, ona əməl edən kimsələrin sıralarında, səhvlərində qərar versin Rəbbim inşallah. Bu qədər, ən doğrusunu uca Allah bilir. Vəsselamu aleykum və rəhmətullahi və bərəkətuhu.